Saat 6:36'dır. Mən universitetə gedirəm. Bu vlog videosu deyil, əslində riyaziyyatdan məsləhət videosu çəkəcəm. Sadəcə otaqda stolun arxasında oturub çəkmək istəmədim. Ona görə mən universitetə hər gün tez gəlirəm, dedim burada başlayaq. Davamını universitetin içərisində çəkəcəm. Hava da hələ işıqlanmayıb, ona görə üzüm çox aydın düşmür videoda. Çox qaranlıqdır. 6:40. Bu bazar store daha tez açılırmış. Bu mən niyə heç kim demirdi. Mən hər gün 8-i gözləyirəm bazar store gəlmək üçün. Əslində üzü o tərəfə gəlib parkda çəkmək istəyərdim, amma dərsim D binasındadır və mən tənbəllik edirəm ora gəlib sonra qayıtmağa. Gedək, orada danışacağım sizə. Vlog videosu olmayacaq dedim, məsəl vlog videosu oldu amma. Bir ortaya qarışıq bir şey olsun, siz də çox sıxılmayın. D binasına gəldik. Sumkamı qoyum. İnşallah bugün başlayacağım danışmağa. Tamam. İndi təməl bizim bir neçə qaydamız var. Sıradan şeylər deməyəcəm. Çox oxuyun, filan nəşrlər işləyin falan. Burada oturaq. Deməli, nədən başlayaq? Dəftərimi gətirim, elə gəlim. İndi okulda havalı olmanız üçün 4 maddə deyəcəm sizə. Əvvəlcə belə bir şey deyək. Riyaziyyat öyrəniləsi bir fən deyil. Sağ olun, salamat qalın. Öyrənəcəyiniz nə var orada? Açırsan kitabı, 3 dənə 5 dənə düsturdur, 3 dənə 5 dənə təməl qaydalardır. Burada öyrənəcəyin çox bir şey yoxdur. Daha çox nə ilə bağlıdır? Sənin düşünmə bacarığından. Düşünmə bacarığı da sadəcə beyni inkişaf elətdirməkdən asılıdır. Bu beyni bir əzələ kimi düşünək, riyaziyyat sahəsində təbii ki. Yəni tarix oxuduğun zaman buna ehtiyacın olmur. Bu qədər 2 aydır burada adada creative thinking haqqında danışırıq. Kreativ düşünməyə burada ehtiyac yoxdur. Tarix işləyirsinizsə, bilmirəm, indi tarixçilər gəlib burada biraz qınaya bilər, amma bizim daha çox ona ehtiyacımız var. Daha çox düşünməklə bağlıdır. O da necə formalaşır? Bir əzələdir, idmana gedirsən, yüngül ağırlıqdan ağır ağırlığa doğru qaldırmağa başlayırsan, hər dəfə qaldırırsan, formalaşır yavaş-yavaş. Daha çox işləməklə, test işləmək, daha çox sual işləmək lazımdır. Açım, oxuyum, sınağa gedəcəm mən sabahlarım, açım qaydalar oxuyum. Onsuz da qaydaları sən əzbər bilməlisən ki, sən o leveli aşmalısan. Bir güclü riyaziyyat bilmək istəyirsənsə, o 3-5 dənə oradakı düsturu sən onsuz da bilməlisən. Yəni belə, asandan çətinə doğru işləməyə başlayan, əslində bizdə elə kitablar yoxdur. Suallar tam olaraq asandan çətin. İndi düz deyək, sualların kitablarda çox vaxt axırını çətin verirlər, amma tam olaraq elə ayıraq, məsələn, bütün mövzulardan əvvəlcə asanlar, sonra çətinlər, uşaqlar bir dəfə onları işləsin, hamısını, bütün mövzuları asanla bitirəndən sonra bir dəfə bütün mövzuları çətinlə bitirsin. Mən istəyərəm gələcəkdə elə bir kitab buraxmaq. Təbii ki, nəyə başlayırıqsa onu sevməliyik. Haradasa uğurlu olmaq istəyiriksə onu sevməliyik. Bunu da biraz daha çox sevməliyik. Digər fənlərdən daha çox sevməsə alınmır, çünki çətindir. Ondan səbəb daha çox çalışmalı, daha çox sevmədən çalışanda da bir nəticə vermir.
sevmək mütləqdir. Onun dışında nə bilim maraqlıdır da, niyə sevmirsiniz? Sevin riyaziyyatı. Belə bir şey deyəcəm. Sualları çalışın, mümkün qədər az müəlliminizə verin sualları. Özünüz tapmağa çalışın. Bu çəkə bilər, nə bilim. Mən elə sual olubdu ki, üstünə 5 saat, həqiqi mənada 5 saat fikirləşmişəm. Amma bu, yəni dediyim kimi, inkişaf elətdirir. Beyninizi inkişaf. Sonda nəticəni almasan belə, sən orada hansısa bir üsullar yoxlayırsan, hansısa bir metodlar, bütün qaydalar falan orada təkrarlanmış olur beynində. Çünki o sualın üstündə yoxlayırsan, alınmasa belə sonda. Özünüz tapmağa çalışın. Həqiqətən bu müəllimdən soruşduğunuz sualın həllinə baxmaq sizə heç bir fayda vermir. Müəllim 20 dəfə də desə o sualın həllini, yəni sənin qarantiyan yoxdur ki, imtahanda həmin sual düşəcək. Minlərlə sual tipi var. Sən sual tipi əzbərləyə bilmərsən burada. Sən bacaracağın tək şey beynini inkişaf elətdirməkdir. O əzələni, o yükü qaldıracaq qədər güclü etməkdir. Onun üçün özün çalışmalısan. Nə qədər özünüz tapmağa çalışsaq sualları o qədər yaxşıdır. Müəllimə az sual verin. Bir sualın üzərində çox düşünməyə çalışın vaxt tapdıqca. Nə bilim, ara bir çətin sual tapın, üstünə 1-2 saat düşünün falan belə. Ən önəmlisini axıra saxlayacağam. Çətin suallar yavaş-yavaş çətinə doğru getdiniz, çatdınız. Dim səviyyəsinə bütün suallar, məsələn, işləmisiniz, işləyə bilirsiniz falan belə. Çalışın daha çətinlərinə keçin, orta məktəb proqramını aşmadan. Örnək olaraq, rayon şəhər turu səviyyəsində olimpiyada suallarını işləməyə çalışın. Hamısını işləyə bilməyəcəksiniz. Orta məktəb proqramını aşan şeylər var, amma elə suallar var ki, onları işləmək olur. Ona görə çətin sual tapıb işləməyə çalışın. Dediyim kimi, daha ağır yük qaldırsa, sizə bu harda kömək eləyəcək? Vaxt qazanmaqda imtahanda. Çünki daha yüngül yükləri daha tez qaldıracaqsınız. Bu, bəlkə də o suallar düşməyəcək. O səviyyədə sual işləmək sizə kömək eləməyəcək. Amma beyniniz bir üst səviyyədə olduğu üçün o sualları siz daha sürətli işləmiş olacaqsınız. Belə, davamını başqa bir yerdə çəkək, daha maraqlı olsun. D binasında park olmasa da burada da belə gözəl bir ərazi var. Çox qəşəngdir. Burada davam edək, daha maraqlı olsun. Gərək tripodu gətirərdim. Daha uzaqdan çəkmək üçün özümü, həm ətrafda görünərdi daha yaxşı. Aha, tripodu gətirib gəldim. Bilməm neçənci maddə oldu. Deyəsən 5-ci 3 bilmirəm. Amma bu maddədə nə deyəcəm? Mümkün qədər bacardığınız qədər az əzbərləməyə çalışın. Bəzən uşaqlar bayaqki dediyimlə əlaqəlidir. Müəllimdən az sual soruşun. Uşaqlar çalışırlar ki, sual tiplərini əzbərləsinlər. Bu mümkün deyil də. Dediyim kimi, minlərlə sual tipi var. Nə bilirsən imtahana nə düşəcək? Az əzbərləməyə çalışın. Həddindən artıq çox lazımsız düsturlar əzbərlədirlər müəllimlər. Onlardan qaçınmağa çalışın. Nə qədər az əzbər eləsəz, o qədər yaxşıdır. Nə qədər çox düstur bilsəz, imtahanda o qədər çaşacaqsınız. Çox mənfi tərəfləri var çox düstur bilməyin, nəinki yaxşı tərəfləri. Hansı düsturu harada işlədəcəksiniz? İmtahanda qabağınıza sual çıxıb, siz sualı fikirləşmirsiniz. Oturub fikirləşirsiniz ki, mən burada hansı düsturu işlədim, hansı düstur gedər bura. Bu çox pis bir şeydir. Yadınızdan çıxa da bilir. Yadınızdan çıxır, siz də ancaq düstur əzbərləmişsiniz, o düstur da yadınızdan çıxdı. Kreativ düşünmə bacarığınız yoxdur, sualı təbii olaraq tapa bilmirsiniz.
Əzbərləməli olduğunuz düsturlar var. Təməl düsturlarımız var. Hansı ki, mən onlara deyirəm kainatın qanunları. Çünki onlar çox təməldirlər. Məsələn, Pifaqor. Pifaqor teoremi təbii ki, əzbərlənilməlidir, bilinməlidir. Amma isbat edə biləcəyiniz düsturlar da var. İsbatını bilib əzbərləmək daha rahat olur bizim üçün. İsbat ümumiyyətlə çox üstünə danışılası bir mövzudur. Çünki bizdə çox orta məktəbdə çox qısıtlanıbdır o. Bizə müəllimlər falan danışırlar. Biz əvvəllər çox isbat eləyərdik. Siz universitetdə çox isbat eləyəcəksiniz. Biz hələ ki foundation oxuyuruq deyə onu görmürük. Amma isbat təbii ki mən eləyirdim. Hələ də eləyirəm. Düsturların isbatı, sual izah edərkən 3-cü qrup şagirdimə belə isbat izah edirəm. Niyə? Çünki sən işlətdiyin şeyin hardan gəldiyini bilirsən o halda. İşlətdiyin şeyin hardan gəldiyini bilmək lazımdır. Təbii ki, nəysə yeyirsənsə bunun harada hazırlandığını, bəlkə o kimsə o düsturu oraya yazıb və o düstur orada səhvdir falan, belə şeylər var. Yəni olmayacaq o kitabda, amma deyirəm. Və isbat eləmək təbii ki, yenə də sizin beyninizi daha çox inkişaf elətdirir ki, bu sahədə daha çox düşünmə bacarığı əldə edirsiniz. Siz əgər ümumiyyətlə belə bir şeydən artıq isbat işlətdiyiniz düsturları isbat edə biləcək səviyyəyə çatmısınızsa, siz artıq riyaziyyatçı sayılırsınız. Çünki əsl riyaziyyatçı dediyimiz insanoğlu işlətdiyi şeyin hardan gəldiyini bilməlidir. Hər bir şeyə maraq salmalısınız. Bunu görürsən və bunun hardan gəldiyinə maraq salmalısan. Daha dərindən başa düşməyə kömək edir. Bir şeyin hardan gəldiyini bilirsən, riyaziyyatı daha dərindən qavrayıb götürürsən kimi düşün də. Bir var qutunu yanlarından tutasan, məsələn belə indi şey deyə bilmirəm, sıxırsan yanlarından tutursan, nə bilim qutu əzilir falan. Bir də var qutunun altına girib o qutunu qaldırırsan. Ona görə deyirəm daha dərindən qavramaq lazımdır. İsbat həqiqətən bizdə çox dışlanmış bir şeydir. 4-cü qrup bir şagird var idi, məzundur, təkrar hazırlaşır. Dedim ki, bəs bu qədər düstur işləmə əzbərləmə ehtiyac yoxdur, isbat eləyə bilərsiniz falan. Dedim, mən 4-cü qrupam. Dedim, onun onunla əlaqəsi yoxdur da, yəni sadəcə sən düstur isbat eləməlisən ki, sənin beynin inkişaf eləsin. Çox təkrarladım elə bir. Bir dəqiqə baxım o bir maddəyə davam edək. Hə, deməli, növbəti nədir? Sual deyirik ki, işlədiniz, siz tapmadınız, amma müəllimə verdiniz, müəllim o sualı tapdı. Neyinirsiniz? Bir soruş gör müəllim o sualı necə tapdı, hə, bunu buradan çəkdim, nə bilim, bunu mörtəzənin xaricine çıxardım, tapdım. Amma o ağlına necə gəldi də, bu biraz bəlkə anlamaq çətindir, nə demək istəyirəm hal-hazırda. Mən buna aid bir nümunə çəkəcəm. Sual işləyəcəm və bu sual mənim ağlıma necə gəldi, necə oldu ki, mən bunu düşündüm və şey elədim. Tapdım bu sualın cavabını. Mən buna öz şagirdimə başa salmışdım. Bir dəfə biraz bu bir tərəfdə oturaq, maşından səsi gəlməsin. Uşaq belə mənə qəribə baxır. Deyirəm ki, mən sənə necə tapacağını anlatmağa çalışıram da. Mən sənə burada sual tipi əzbərlətmirəm. Sən bu sualı mən sənə dedimmi? Sən bu sualı çox silkələnir kamera, əlim əsir ona görə. Sən bu sualı əzbərlədin. Hə, neynir? Deməli, sualın izahını köçürür. Deyirəm, sualın izahını köçürürsən, sən buna sonradan baxacaqsanmı evdə? Deyir mənə ki, hə, eynisi düşsə, çıxsa qabağıma baxacam. Deyirəm, bunun nə faydası var? Sən bütün sual tiplərini bu şəkildə dəftərə yazıb əzbərləyə bilmirsən ki.
Hər şeyin kökündə, yəni bütün maddələri dedim, onların kökündə düşünmə bacarığımızı inkişaf elətdirmək durur. İnkişaf elətdirməyin yollarını da dedim. Bilmirəm, əlavə eləməli olduğum nəsə qaldımı, edit eləyəndə olarsa açıb onsuz təzədən deyərəm. Çünki video hissə oldu. Özüm belə elədim ki, biraz maraqlı olsun. Belə universitetimizin də çox elit olduğunu sizə göstərim. Belə ağlıma başqa bir şey gəlirmi? Yox. Eləməli olduğunuz tək şey beyni inkişaf elətdirməkdir. Onun da yollarını dedim. İsbat edin, mümkün qədər az əzbərləyin. Nə qədər az əzbərləsəz, o qədər çox riyaziyyat yazacaqsınız, elə düşün. Yəni, nə qədər az düstur bilirsənsə, təbii ki, az düstur bilib şeyləmirsən, az yazmırsan, elə yox. Nə qədər az düstur bilirsənsə və sual işləyirsənsə, o qədər çox yazacaqsan. Çox düstur bilirsən, sualları hələ ki işləyirsən, amma sonda az yazmaq ehtimalın çoxdur. Çünki imtahanda düstur yaddan çıxa bilər, nə bilim, hər şey düsturlarla da həll olunmur. Sənin o düşünmə bacarığını inkişaf elətdirmənin lazımdır. İsbatlar haqqında onsuz çox dedim. İsbatlar çox mütləq bir şeydir. Yəni riyaziyyat işləyirsənsə isbat bilməlisən. Özün tapmalısan. Tapmadığını kimdənsə öyrənməlisən. Yazın mənə, atın mənə, isbat eləyim, atım sizə. Təbii ki, çox təməl düsturlar yox. Məsələn, Heron düsturunun isbatını mən sizə verə bilmərəm, amma hər yerdə var. Baxa bilərsiniz də, çox qəlizdir Heron düsturunun isbatı. Amma belə törəmə düsturlar var, onların isbatlarını vermək olur çox rahat bir şəkildə. Belə, sağ olun, salamat qalın. Bəlkə yenə nələrsə çəkdim universitetdə, birləşdirdim buna.